Salam əzizlərim, bugün Aktobe şəhərindən sizi salamlayıram qızlar. Gəlmişəm qardaşım gilə. Gecə çatdıq, saat hardasa 2-də və gəldik bura. Hələ yəni ata evimə getməmişəm, rayondadır. Çünki sabah ya birisi gün gedəcəm. Belə bir böyük məhlədir. Uşaqlar oynayır. Mən də qardaşım qızımı getmişəm. Burada ikimiz gəzirik. Nərmin, salam göndər Nərminka. Salam göndər. Bu da belədir. Gəl. Belə. Çox təmiz məhəllədir. Burada 8 evdir və 8 evə yəni qardaşım baxır. Burada yəni təmizlik hamısına da yəni burada onların xadimələri, süpürgəçiləri hamısı, yəni podyezdləri hamısı yuyulur, təmiz, yəni 8 ev, yəni qardaşıma baxır da belə deyək. Qardaşım nəzarət edir. Uşaq burada məhzəyi var, meydançaları var, uşaqlar oynayır burada görürsünüz ki. Yaxşılıq çox gözəldir. Yəni Aktav şəhəri gördüyünüzdə mən çəkdim. Yəni o qədər də gözəllik yoxdur, amma indi inşallah burada şəhərin içində də çəkərəm sizin üçün, görərsiniz yəni necə gözəldir. Uşaqlar oynayırlar. Çıxmışıq Nərminlə biraz gəzək buralarda. Sizin üçün də istədim elə çəkəm, bilirəm ki maraqlıdır. Bunlar hamısı 10 mərtəbəli evlərdə, indi çəkə bilsəm sizə. 10 mərtəbəli evlərdir və birinci mərtəbədən yox, birinci mərtəbələr hamısı ofisdir, mağazalardır burada. Yəni ikinci mərtəbədən başlayırlar yaşayış. Bu da qardaşımın ikinci işidir. Sakinlər özləri seçiblər onu. Necə bizdə deyirlər, JEK məsələn müdürüdür də belə deyək. Atapleniya məsələsinə, təmizliyə, lift, hər şey yəni nəzarət edir. İşçiləri var hər bir yerdə. Yəni o qədər təmizdir. Həmi podyezdləri, həmi çöl. Özünüz də görürsünüz ki, səliqəlidir. Uşaqlar arxayın oynayırlar. Bir də fikir verdinizsə, bir dənə maşın yoxdur binanın yanında. Yəni 8 burada böyük 10 mərtəbəli binadır və maşın yoxdur. Uşaqlar arxayın oynayırlar burada. Yəni böyük olmasa da özləri çıxıb oynayırlar. Maşınlar yəni icaza verilmir, içəri girmirlər. Böyürdə görürsünüz ki, orada saxlayırlar. Belə qardaşım özü, yəni öz maşını orada saxlayır. İcaza yoxdur, ancaq məsələn təcili yardım gələndə ya da bir mağazalara mal gətirən maşınlar olanda onlara icaza verilir. Belə, gecə vaxtı belə, yəni o qədər deməli arxayınçilik var, yəni qorxusuz mağazaya da çıxa bilirsən, yəni orada otura da bilirsən. Çünki işıqları da quraşdırıb qardaşım, yəni elə bilirsən ki günüzdür, yəni qaranlıq deyil də belə deyək. Maşallah olsun səliqə, səhmən çox xoşuma gəldi və çox razıdırlar sakinlər də belə müdürdən. Mən də yəni çox razı qaldım həqiqətən də. Uşaqlar arxayın oynayırlar, yəni böyüksüz də çıxıb oynaya bilərlər. Burada da qardaşı qızımla Nərminlə elə çıxmışıq, onun yanındayım. Bu da oynayır öz üçün. Allah saxlasın, maşallah olsun. Göz dəyməsin. Çox həqiqətən də mən çox səliqəni, səhməni o qədər xoşlayıram ki, hər şey bir öz yerində olsun deyə o qədər mənim xoşuma gəldi. Həqiqətən də maşallah olsun.